Deməli, dostlar, gəlmişəm bulvara, bizim Baxoyla bir yerdə görüşmüşük. İstəyirəm ki, Baxoy deyim ki, Baxoy bir dənə çağırış eləginə valideynlərə ki, yəni çox görürəm Baxoyun videolarını, dedim ki, bizim səhifəmizdə də olsun, həm də Baxoy bizdə sağalıb da, çağırış eləsin valideynlərə, uşaqlar gəlsin, sağalsın. Buyur Baxoy. Hər vaxtınız xeyir olsun. Deməli, valideynlərə çağırış, hansı çağırış edə bilərəm? Mütləq, əgər siz öz övladınızı yerləşdirmək istəyirsiniz reabilitasiya mərkəzinə, ən birinci nə edin? Gedin, baxın ora, orada kim işləyir, orada ümumiyyətcə neçə il işləyir, nəticələri var oranın. Bu ən birincidir. Çünki mən özüm də bütün günü canlılarda danışıram ki, yanlış reabilitasiya mərkəzlərinə aparmasınlar. Birinci onu eləyin. Əgər o alınmırsa, mən məsəl üçün, mənim aile kəməri çəkib də, neçə ildir də mən belə cəmaət məndən soruşur. Mən məsəl üçün özüm 12 addım reabilitasiya mərkəzində sağalmışam. İndiyə kimi də mənə zəng vururlar ki, bəs köməkli göstər. Mən hətta adam da olanda ora göndərirəm. Çünki mən orada sağalmışam, mən bilirəm ki, orada o şey mümkündür. O birisi reabilitasiya mərkəzləri heç birinin adını çəkmək istəmirəm, pisləmirəm. Sadəcə mən oranı arxayınam ona görə bunu demək istəyirəm. Həm də cəmiyyət, yəni sənə çox istəyənlər də var, başqalarına çox istəyənlər də var da. Yəni sən tərəfdən çağırış olanda ki, yəni mən bax nümunəyəm, yəni sağalmışam orada. Əlbəttə ki, 5 il, 10 il narkotik eləyir. Mən 20 ildən çox narkotik eləmişəm, özdə siz də mənə bağışlayın, küçələrdə yaşamışam. Əgər məndə alınıbsa, səndə niyə alınmasın, məsələn? Valideynlərə bunu demək istəyirəm.